Arthur Conan Doyle. Conan Doyle, ikonik dedektiv personaj Sherlock Holmes'un yaratıcısıdır. Sherlock Holmes, onun macəraları. Al qırmızı etüd. İkinci hissə, Müqəddəslər ölkəsi. 6-cı fəsil. Doktor John Watson'un qeydlərinin davamı. Görünür, əsrimizin qəzəbli müqavimətinə səbəb bizə qarşı nifrəti deyildi. Çünki mübarizənin faydasız olduğunu anlayıb gözlənilmədən bizə gülümsədi və əlbəyaxa zamanı heç kimə xəsarət yetirmədiyinə ümid etdiyini bildirdi. Siz yəqin ki, məni şöbəyə aparacaqsınız. O, Sherlock Holmes'a müraciət etdi. Kebim aşağıda dayanır. Əgər ayaqlarımı açsaydınız, özüm gedərdim. Yoxsa məni aparmaq çətin olacaq. Əvvəlkinə nisbətən çox ağırlaşmışam. Gregsonla Lestrade bir-birinə baxdılar. Görünür, onlar bunun təhlükəli olduğunu hesab edirdilər. Amma Sherlock Holmes onun sözünə inanaraq dərhal topuğuna bağlanmış iri dəsmalı açdı. O, qalxıb ayaqlarının keyini açmaq üçün otaqda gəzişdi. Yadımdadır, ona baxaraq fikirləşirdim ki, belə iri cüssəli adama çox nadir hallarda rast gəlmək olar. Günəşdən qaralmış üzündəki qətiyyət və əzmkarlıq ifadəsi onu daha əzmli göstərirdi. Əgər təsadüfən polis rəisi vəzifəsi boşdursa, məncə siz ən yaxşı namizədsiniz. O, aşkar heyranlıqla otaq yoldaşlarına baxaraq dedi. Məni necə tapa bildiniz? Ağla sığmaz bir şeydir. Sizin də mənimlə gəlməyiniz yaxşı olardı. Holmes xəfiyələri tərəf dönüb dedi. Kebi mən sürərəm, Lestrade təklif etdi. Əla, Gregson bizimlə içəridə oturar. Siz də doktor. Axı, siz bu işlə maraqlanırsınız. Gəlin birlikdə gedək. Məmnuniyyətlə razılaşdım və birlikdə aşağı düşdük. Əsirimiz qaçmaq üçün heç bir cəhd göstərmirdi. Sakitcə özünə məxsus olan kebə mindi, biz də onun ardınca içəri girdik. Qozlada oturan Lestrade atı qamçıladı və tez bir zamanda gəlib şöbəyə çatdıq. Bizi kiçik otağa gətirdilər. Burada öz vəzifəsini mexaniki yerinə yetirən solğun üzlü Ölüvay polis inspektoru könülsüz halda təqsirləndirilən şəxsin və onun günahlarının adını qeyd etdi. Təqsirləndirilən şəxs bir həftə ərzində hakim qarşısına çıxacaq, inspektor dedi. Jefferson Hope, məhkəməyə qədər nəsə demək istəyirsinizmi? Xəbərdar edirəm. Dediyiniz hər bir söz əleyhinizə istifadə oluna bilər. Mən çox şey deyə bilərəm. Əsirimiz yavaş-yavaş dedi. Bu centilmenlərə hər şeyi danışmaq istəyirəm. Bəlkə məhkəmədə danışasınız? İnspektor soruşdu. Məhkəməyə qədər yəqin ki, yaşamaram. Qorxmayın, intihar etmək fikrim yoxdur. Siz həkimsiniz? Deyə odlu, qara gözlərini mənə zilləyib soruşdu. Bəli, deyə təsdiqlədim. Əlinizi bura qoyun. Hop gülümsəyərək qanlarlı əlləri ilə sinəsini göstərdi. Belə də elədim və əlimin altında güclü, qeyri-sabit döyüntü hiss etdim. Onun döş qəfəsi kövrək bina kimi titrəyirdi. Tam səssizlikdə sinəsindən gələn boğuq xırıltını da eşidə bildim. Sizdə aorta anevrizmi var? Qışqıraraq dedim. Elədir. Hop sakitcə dilləndi. Keçən həftə həkimə getmişdim. Dedi ki, bir neçə gündən sonra bu sıradan çıxacaq. Neçə illərdir ki, bunu gözləyirəm. Hamısı Salt Lake dağlarında açıq havada yaşamağım və necə gəldi qidalanmağımdan olub. Məqsədimə çatmışam. İndi mənim üçün nə vaxt öləcəyimin heç bir fərqi yoxdur. Sadəcə bu hadisənin necə baş verdiyini sizə danışmaq istəyirəm. İstəmirəm ki, məni adi baş kəsən kimi tanısınlar. İnspektor və iki xəfiyyə cəld məsləhətləşməyə başladılar ki, görəsən, ona danışmaq üçün icazə verməklə qanunu pozmurlar ki. Necə fikirləşirsiniz, doktor? Onun vəziyyəti doğrudan təhlükəlidir? İnspektor məndən soruşdu. Bəli, şübhəsiz, deyə cavab verdim. Belə olan halda ədalət naminə onun ifadəsini almaq bizim borcumuzdur, deyə inspektor qərar aldı. Danışa bilərsiniz, Jefferson Hope, amma bir daha xəbərdarlıq edirəm ki, ifadələriniz protokola yazılacaq. İcazənizlə əyləşim, məhbus oturaraq dedi. Bu anevrizm məni tez yorur. Üstəlik yarım saat əvvəl bir-birimizi yaxşıca əzişdirmişik. Artıq mənim bir ayağım gordadır. Ona görə də sizə yalan danışmayacağım. Sizə deyəcəklərimin hamısı sırf həqiqətdir. Buna necə münasibət göstərəcəyiniz isə məni qətiyyən maraqlandırmır. Jefferson Hope stola söykənib bu qəribə əhvalatı danışmağa başladı. O çox sakit və ətraflı danışırdı. Sanki ən adi bir hadisədən söhbət gedirdi. Söhbətin dəqiqliyinə tam zəmanət verirəm.
Çünki hər şeyi sözbəsöz yazan Lestreydin qeyd dəftərçəsini ələ keçirə bilmişdim. Bu adamlara nə üçün nifrət etdiyimi bilməyiniz o qədər də əhəmiyyətli deyil. Jefferson Hope sözə başladı. Təkcə onu demək kifayətdir ki, onlar 2 nəfərin ata və qızının ölümünə bais olublar. Buna görə də həyatlarından olublar. Onlar bu cinayəti törətdikləri gündən bəri çox zaman keçdiyindən onları məhkəməyə cəlb edə bilməyəcəkdim. Amma mən onların qatil olduğunu bilirdim. Ona görə də qərarı aldım ki, onların həm hakimi, həm ittihamçısı, həm də cəlladı özüm olacağam. Əgər əsl kişisinizsə, siz də mənim kimi hərəkət edərdiniz. Onların həlak etdiyi qız 20 il əvvəl mənim arvadım olmalı idi. Onu zorla Drebberə ələ verdilər. O da dərdindən öldü. Mərhumun barmağından nişan üzüyünü çıxarıb and içdim ki, Drebber ölüm anında bu üzüyü görəcək və can verə-verə ancaq törətdiyi cinayət haqqında düşünəcək. Bu üzüyü daim özümlə gəzdirirdim. Drebberlə köməkçisini yaxalayana qədər onların ardınca 2 qitə gəzdim. Onlar məni təngə gətirmək istəyirdilər, amma alınmadı. Əgər mən sabah ölsəm, yəqin ki, belə də olacaq. Rahatlıqla gözlərimi yumacağam. Çünki bilirəm ki, üzərimə düşən işi layiqincə yerinə yetirmişəm. Onları öz əllərimlə cəhənnəmə yolladım. Daha heç bir arzum yoxdur və heç nəyə ümid etmirəm. Onlar varlı idilər, mənsə kasıb. Ona görə də onların ardınca dünyanı dolaşmaq mənim üçün asan deyildi. Londona gəlib çıxanda demək olar ki, bir qəpiyim də qalmamışdı. İş axtarmağa məcbur oldum. Araba sürmək, at çapmaq mənim üçün piyada gəzmək kimi asandır. Kep kirayəyə verən idarəyə müraciət etdim və tezliklə işə düzəldim. Hər həftə icarədara müəyyən məbləğ verməli idim. Qalan pullar isə mənim idi. Mənə çox az düşürdü, amma yenə də dolana bilirdim. Ən çətini küçələri tanımaq, ayırt etmək idi. London kimi qarmaqarışıq şəhər dünyanın heç bir yerində yoxdur. Şəhərin planını əldə etdim. Əsas mehmanxana və vağzalların yerini öyrəndim. Bundan sonra işlər qaydasında getdi. Bu cənabların harda yaşadığını dərhal öyrənə bilmədim. Hər yeri axtardım. Hamıdan soraqlaşdım. Nəhayət izlərinə düşə bildim. Onlar Temzanın o biri sahilində, Camberwell'də mebelli otaqlarda qalırdılar. Əgər onları tapmışdımsa, hesab etmək olardı ki, onlar mənim əlimdədirlər. Saqqal buraxdım. Məni tanımaq mümkün deyildi. Yalnız onları gözdən qoymamaq lazım idi. Qərarı aldım ki, aradan çıxmasınlar deyənə. Onları hər yerdə izləyim. Onlarsa hər an aradan çıxa bilərdilər. Hara gedirdilərsə, onların ardınca düşürdüm. Bəzən kebimlə, bəzən də piyada gedirdim. Amma keblə getmək daha rahat idi. Çünki belə olduqda onlar gözümdən yayına bilmirdilər. İndi yalnız sübh tezdən ya da gecələr pul qazana bilirdim. Ona görə də icarədara borclu qalmışdım. Lakin bu məni narahat etmirdi. Ən əsası onlar mənim əlimdə idilər. Amma məlum oldu ki, onlar çox hiyləgər imişlər. Deyəsən izləndiklərini hiss etmişdilər. Buna görə də evdən heç vaxt tək çıxmırdılar. Gecələr isə ümumiyyətlə gözə dəymirdilər. 2 həftə onları izlədim və bir dəfə də olsun onları ayrılıqda görmədim. Drebber tez-tez içirdi, amma Stengerson həmişə ehtiyatlı idi. Gecə-gündüz onları güdürdü, amma əlimə fürsət düşmürdü. Amma yorulmurdum da. Hiss edirdim ki, tezliklə mənim də zamanım gələcək. Yalnız ondan qorxurdum ki, sinəmin altındakı birdən partlayar və öz işimi tamamlaya bilmərəm. Nəhayət, bir dəfə axşam çağı Torquay Terrace'da onların yaşadığı küçə belə adlanırdı. Kebi o baş bu başa sürürdüm ki, onların qapısında bir kebin dayandığını gördüm. Çox keçmədi. Yükləri çölə daşıdılar. Sonra Drebber və Stengerson da çıxıb kebə minərək getdilər. Ürəyim qopdu ki, birdən Londonu tərk edərlər. Atı qamçılayıb onların dalınca sürdüm. Onlar Euston yazılığına düşdülər. Atımı balaca oğlana tapşırıb platformaya getdim. Onlar Liverpoola gedən qatarın nə vaxt yola düşəcəyini soruşdular. Növbətçi cavab verdi. Qatar indicə çıxıb. Növbəti qatar isə bir neçə saatdan sonra yola düşəcək. Stengerson bundan narazı qaldı. Amma Drebber deyəsən hətta sevinirdi. Vağzaldakı qələbəlikdən istifadə edib onlara o qədər yaxınlaşmışdım ki, danışdıkları hər sözü eşidə bilirdim. Drebber deyirdi ki, bir balaca işi var. Tezliklə qayıdacaq. Qoy Stengerson onu burada gözləsin. Stengerson etiraz edir və bildirirdi ki, onlar hər yerə birlikdə gedəcəklərini qərara alıblar. Drebber işin incə olduğunu, ona görə də tək getməli olacağını dedi. Stengersonun cavabını eşidə bilmədim. Amma Drebber onu söyüb dedi ki, Stengerson onun muzlu nökəridir və ona göstəriş verə bilməz. Görünür, Stengerson daha mübahisə etməməyə qərar aldı və Drebberlə razılaşdı ki, əgər axırıncı qaçara geciksələr, onu Holiday otelində gözləyəcəkdir. Drebber saat 11-ə qədər qayıdacağını deyib getdi. Nəhayət,
Çoxdan gözlədiyim an yetişmişdi. Düşmənlərim əlimdə idi. Birlikdə olduqları müddətdə onlarla bacara bilməzdim. Amma təklikdə gücsüz idilər. Əlbəttə, mən kör-körünə hərəkət etmirdim. Əvvəlcədən hazır planım var idi. Əgər düşmən kimin əlindən və nəyə görə cəzalandırılaraq öldürüldüyünü anlamırsa, bu intiqam sayılmaz. Mənə pislik eləmiş adam planıma görə, köhnə günahına görə cəzalandırıldığını bilməli idi. Bəxtimdən bir neçə gün əvvəl Brixton Roadda boş ev axtaran bir centlmen açarların birini mənim cebimdə salmışdı. Elə həmin axşam o açarın dalınca gəlib apardı. Lakin gündüz açarın sürətini çıxartmaq üçün sifariş verməyə macal tapmışdım. Artıq bu böyük şəhərdə mənim heç kimə mane ola bilməyəcəyim bir yerim vardı. Çətini Drebber'i o evə gətirmək idi. Ona görə də nəsə fikirləşib tapmalı idim. Drebber küçə ilə gedib içkixanaya döndü. Sonra oradan çıxıb ikincisinə girdi və yarım saatdan çox yubandı. Oradan səndələyə-səndələyə çıxdı. Görünür, yaxşıca vurmuşdu. İrəlidə Keb vardı. O, bu Kebə mindi. Mən də onu elə yaxından izləməyə başladım ki, atımın burnu Kebin arxasına dəyirdi. Waterloo körpüsünü keçib küçələrə döndük və bayaq çıxdıqları həmin evin qarşısında dayandıqda təəccübləndim. O nə üçün bura qayıtmışdı? Allah bilir. Hər ehtimala qarşı 100 yard aralıda dayandım. O, Kebi buraxıb evə girdi. Mənə su verin, xahiş edirəm. Dodaqlarım quruyub. Stəkanı ona uzatdım. Bir nəfəsə başına çəkdi. İndi yaxşı oldu, o dedi. Belə təxminən 15 dəqiqə gözlədim. Birdən evdə hay-küy qopdu. Elə bil dava edirdilər. Sonra qapı taybatay açıldı və oradan 2 nəfər çıxdı. Drebber və gənc bir oğlan. Onu ilk dəfə idi ki, görürdüm. O Drebberin yaxasından yapışıb sürüyürdü. Pilləkənə çatanda elə təpik vurdu ki, Drebber mayallaq aşıb səkiyə yıxıldı. Əclaf, deyə cavan oğlan əlindəki dəynəklə onu hədələyib qışqırdı. Mən sənə namuslu qızı təhqir etməyə yol göstərərəm. O elə hisslənmişdi ki, Drebberi dəynəklə öldürəcəyindən qorxurdu. Amma bu qorxaq əclaf dabanına tüpürüb qaçmağa başladı. Tinə qədər qaçaraq mənim kebimə atılıb mindi və qışqıra-qışqıra Holiday mehmanxanasına dedi. O, mənim kebimdə oturub. Ürəyim sevincdən elə döyünürdü ki, anevrizmin bu saat axırıma çıxacağından qorxurdum. Nə edəcəyimi düşünərək yavaş-yavaş sürürdüm. Onu şəhərdən kənara çıxarıb kimsəsiz yerdə qisasımı ala bilərdim. Qərarı aldım ki, başqa çıxış yolum yoxdur. Amma o özü mənim köməyimə gəldi. Görünür, yenə içmək istəyirdi. İçki dükanının yanında saxlatdırıb onu gözləməyimi əmr etdi. Dükan bağlanana qədər orada oturdu. Çıxanda o qədər keyflənmişdi ki, artıq hər şeyin istədiyim kimi olacağını bildim. Elə fikirləşməyin ki, onu sadəcə öldürmək istəyirdim. Əlbəttə, bu yalnız ədalətli iş olardı. Amma onu bu cür öldürməyə ürəyim yatmırdı. Çoxdan qərar almışdım ki, onu ölümlə oynamaq imkanı verim. Təki bunu istəsin. Amerikada sərgəndar həyat keçirdiyim vaxtlarda çox yerlərdə işləmişəm. Bir dəfə New York Universitetinin laboratoriyasında xidmətçi kimi işə düzəldim. Bir gün professor zəhərlər haqqında mühazirə oxudu və tələbələrə alkaloidi, onu belə adlandırırdı, göstərdi. Dediyinə görə bundan düzəldilən zəhəri Cənubi Amerikada oxlara sürtürdülər. Bu alkaloid o qədər güclü zəhərdir ki, onun bir zərrəsi ani ölüm gətirirdi. Mən dərman saxlanılan şüşəni yadımda saxladım və hamı getdikdən sonra ondan biraz özüm üçün götürdüm. Əczaçılıq işini pis bilmirdim. Ona görə də bu alkaloidlərdən soda həll olunan 2 dənə həb düzəltdim və hər birini buna oxşar. Amma zərərsiz olan başqa bir həblə birlikdə ayrı-ayrı qutulara qoydum. Qərar almışdım ki, vaxt gəlib çatanda bu hiləbaz qutulara qutudakı həblərdən birini seçməyə məcbur edib, yerdə qalanı isə özüm udaram. Alkaloid daha tez öldürər. Həm də tapancanı cib dəsmalına tutub atəş açmaqdan daha səssiz olar. O vaxtdan bəri içində həblər olan 2 qutunu özümlə gəzdirirdim. Nəhayət onları işə salmağın vaxtı çatmışdı. Gecə yarısını keçmişdi. Saat 1-ə yaxın idi. Zülmət gecə idi. Hava yaxşı deyil, pis idi. Külək oğuldayır, leysan yağış yağırdı. Amma qaranlıq və soyuğa baxmayaraq mən sevinirdim. Elə razı idim ki, sevincimdən az qalıb bağıracaqdım. Centlmenlər, əgər sizdən birinizin çoxdan arzuladığı bir məqsədi olsaydı, düz 20 il gecə-gündüz bu məqsəd barədə düşünsəydiniz və birdən bu məqsədin yaxında olduğunu görsəydiniz, onda mənim nələr hiss etdiyimi anlayardınız. Biraz sakitləşmək üçün siqar yandırdım. Amma əllərim titrəyir, gicgahlarım döyünürdü. Küçələrdən keçdikcə qoca John Ferry və sevimli Lucy qaranlıqda mənə baxıb gülümsəyirdilər. Centlmenlər, sizi indi necə görürəmsə, onları da elə aydın görürdüm. Brixton Roaddakı evə çatana qədər bütün yol boyunca onlar mənim qarşımda
Gah atın sağ tərəfində, gah da sol tərəfində idilər. Ətrafda heç bir canlı yox idi. Yağışın səsindən başqa bircə səs də eşidilmirdi. Kebin içərisinə baxdım və Drebberin oturacağa yayxanaraq xoruldadığını gördüm. Çiynindən tutub silkələdim. Çatmışıq, dedim. Yaxşı, bu saat, mızıldandı. Yəqin ki, mehmanxanaya çatdığımızı düşünmüşdü. Dinib danışmadan kebdən düşüb kiçik bağçaya getdi. Yıxılmasın deyə onun qolundan yapışmışdım. Hələ kefli idi, ayılmamışdı. Qapını açıb onu dəhlizə apardım. And içirəm. Ata və qızının bizdən qabaqda getdiyini görürdüm. Nə pis qaranlıqdır. Ayaqlarını yerə döyüb dedi. İndi işığı yandırarıq, deyə cavab verdim. Və kibriti çəkib özümlə gətirdiyim şamı yandırdım. Hə, Drebber. Şamı qabağımda tutaraq ona tərəf dönüb dedim. Məni tanıyırsan? O, mənasız, sərxoş baxışlarla mənə baxdı. Birdən sifəti əyildi. Gözləri dəhşətlə parıldadı. Məni tanımışdı. Ölü kimi ağarıb geri çəkildi. Qorxusundan dişləri bir-birinə dəyirdi. Amma alnına tər basmışdı. Mənsə bunu görüb kürəyimi qapıya söykədim və bəkdən güldüm. İntiqamın şirin olduğunu həmişə düşünmüşdüm. Amma bu dərəcədə həzz alacağımı ağlıma belə gətirməmişdim. Köpək, deyə qışqırdım. Mən Salt Lake City'dən Peterburqa qədər sənin arxanca düşmüşəm. Amma həmişə əlimdən qaça bilirdin. İndi sənin səyahətinin sonu gəldi. İkimizdən birimiz sabaha çıxmayacaq. O geriyə çəkildi. Üzündən görürdüm ki, məni dəli zənn edib. Bəlkə də belə idi. Gicgahlarım dəmirçi çəkicləri kimi çırpırdı. Əgər birdən-birə burnumdan qan açılmasaydı, halım pisləşəcəkdi. İndi biraz özümə gəlmişdim. Nə oldu? Lucifer yeni xatırladın mı? Deyə qapını bağlayıb açarı gözünün qabağında oynada-oynada qışqırdım. Cəzalandırılacağın günü çox gözləmisən. Bax, həmin o an gəlib çatıb. Qorxusundan onun çənəsi tir-tir əsirdi. Əlbəttə, o aman diləmək üçün yalvarırdı. Amma bunun mənasız olduğunu anlamışdı. Sən cinayət törətmək istəyirsən? Kəkələyə-kəkələyə dedi. Nə cinayət? Deyə cavab verdim. Məgər quduz iti məhv etmək cinayət sayılır ki? Bəs sən mənim yazıq əziz Lucimi öldürdüyün atasından ayırıb, lənətə gəlmiş hərəmxanana çalanda rəhm etmişdin? Onun atasını mən öldürməmişəm, deyə o bağırdı. Amma onun məsum qəlbini sən qırmısan, deyə qışqırıb qutunu onun əlinə dürtdüm. Qoy uca yaradan bizi mühakimə etsin. Həblərdən birini seç və ud. Birində ölüm var, digərində həyat. Yerdə qalanını mən udacağam. Görək yer üzündə ədalət varmı? Yoxsa bizi təsadüflər idarə edir? Qorxudan büzüşərək dəli kimi qışqırdı və aman diləməyə başladı. Ancaq bıçağı çıxarıb boğazına dirədim. Nəhayət o itaət elədi. Sonra mən o biri həbbi uddum və biz sükut içində bir dəqiqə üzbəüz dayanıb hansımızın öləcəyini gözlədik. İlk ağrıları duyan kimi zəhəri udduğunu anlayanda sifətinin nə hala düşdüyünü heç vaxt unutmaram. Qəhqəhə çəkib Lucinin üzüyünü onun gözünün önündə tutdum. Bu cəmsi bir neçə saniyə sürdü. Alkaloid çox sürətlə təsir edir. Onun üzü əyildi. Əllərini irəli atıb səndələdi və xırıltı ilə fəryad qoparıb yerə yıxıldı. Onu ayağımla kürəyi üstə çevirib əlimi sinəsinə qoydum. Ürəyi döyünmürdü. Ölmüşdü. Burnumdan qan axırdı. Amma buna fikir vermirdim. Heç bilmirəm, divarda qanla yazı yazma fikri ağlıma hardan gəldi. Bəlkə də polisi çaşdırmaq istəmişdim. Çünki həmin vaxt qəlbimdə bir yüngüllük hiss edirdim. Çox şad idim. Birdən yadıma düşdü ki, nə vaxtsa New Yorkda bir almanın meyitini tapmışdılar. Cəsədin altında döşəməyə Rehe yazılmışdı. O zaman qəzetlər yazırdı ki, bu gizli təşkilatlardan birinin işidir. Fikirləşdim ki, New Yorku çaşbaş salmış şey Londonu da çaşdıracaq. Buna görə də barmağımı öz qanıma batırıb divarın gözə çarpan yerində bu sözü yazdım. Sonra kebimə tərəf getdim. Küçədə heç kim yox idi. Əvvəlki kimi bərk yağış yağırdı. Evdən uzaqlaşmışdım ki, əlimi həmişə Lucinin üzüyünü saxladığım cibimə saldım və gördüm ki, üzük yoxdur. Məni sanki ildırım vurdu. Axı bu Lucy'dən qalan yeganə xatirə idi. Düşündüm ki, yəqin Drebberin cəsədinə tərəf əyiləndə üzüyü salmışam. Kebi küçənin itinində saxlayıb evə sarı qaçdım. Üzüyü tapmaq üçün özümü hər cür təhlükəyə atmağa hazır idim. Evin yanında az qala oradan çıxan polismenin əlinə düşəcəkdim. Özümü kefli göstərib şübhədən yayına bildim. Beləcə Drebber cəhənnəmə vasil olmuşdu. Tək Stengersonun işini bitirmək qalırdı. John Ferrier'in qisasını da ondan almalıydım. Onun Holiday mehmanxanasında qaldığını bilirdim. Bütün günü oralarda gəzib dolaşsam da Stengersonun küçəyə çıxdığını görmürdüm. Məncə Drebber vağzala gəlmədikdən sonra nədənsə şübhələnmişdi. Bu Stengerson çox hiləgər adam idi.
həmişə sayıq olardı. Lakin mehmanxanada oturaraq məndən xilas olacağını düşünməklə böyük səhv edirdi. Tezliklə onun otağının pəncərəsini tapdım. Ertəsi gün dan yeri söküləndə mehmanxananın arxasındakı nərdivanı götürüb otağına dırmaşdım. Onu oyadıb 20 il bundan qabaq aldığı cana görə cavab vermək vaxtının gəldiyini dedim. Ona Drebber'in ölümünü də danışdım və seçməsi üçün 2 həb verdim. Öz həyatını xilas etmək üçün ona verdiyim yeganə imkandan yapışmaq əvəzinə üstümə atılıb məni boğmağa başladı. Özümü müdafiə edərək bıçaqla onun ürəyindən vurdum. Onsuz da ölməli idi. İlahi ədalət qatilin zəhərsiz həbri seçməsinə yol verməzdi. Allaha şükür ki, sözlərimi bitirirəm. Yoxsa lap az gücüm qalıb. Bir-iki gündə müştəriləri daşıdım ki, biraz pul qazanıb Amerikaya qayıdım. Bugün bir ağanın həyətində dayananda tüfeyli uşaqlardan biri Jefferson Hope adlı arabaçını soruşdu. Dedi ki, güya onun kebini Baker Street 221B ünvanına sifariş etmək istəyirlər. Heç nədən şübhələnməyib gəldim və burada bu cavan oğlan qəflətən qandaqlı əllərimə elə cəldliklə taxdı ki, gözümü də qırpmadım. Vəssalam, centilmenlər. Məni qatil hesab edə bilərsiniz. Amma əmin olun ki, mən də sizin kimi ədalətin qalib gəlməsinə çalışırdım. Bu əhvalat o qədər maraqlı idi ki, həm də o elə təsirli danışırdı ki, biz tərpənmədən, bircə kəlmə də demədən qulaq asırdıq. Hər cür cinayətdən yetərincə görmüş xəfiyyələr də dərin maraqla onun hekayəsinə qulaq asırdılar. O, sözünü qurtardıqdan sonra otağa tam sakitlik çöktü. Sükutu yalnız qələmin xışıltısı pozurdu. Lestrade stenoqrafik qeydlərini bitirmək üzrə idi. Mən bir məqamı da aydınlaşdırmaq istərdim. Nəhayət Sherlock Holmes dedi. Haqqında elan verdiyim üzüyün dalınca gələn köməkçiniz kim idi? Jefferson Hope zarafatla dostuma göz vurdu. Öz sirrimi aça bilərəm, o dedi. Amma başqalarını çətinə salmaram. Elanı oxudum və düşündüm ki, bu ya tələdir, ya da mənim üzüyümü həqiqətən küçədə tapıblar. Dostum özü gəlib yoxlamaq istədi. Yəqin inkar etməzsiniz. O sizə yaman kələk gəlib. Düz sözə nə deyəsən? Holmes təmimliklə razılaşdı. Centilmenlər, inspektor ciddi şəkildə dedi. Qaydalara riayət etmək lazımdır. Cümə axşamı məhbus hakim qarşısına çıxacaq. Sizi də çağıracaqlar. O vaxta qədərsə mən ona cavab deyəm. O zəngi çaldı. Jefferson Hope'u 2 həbsxana keşişçisi gəlib apardı. Sherlock Holmes'la mən şöbədən çıxıb kep tutduq və Baker Street'ə qayıtdıq. 6-cı fəslin sonu.